27 avqust beynəlxalq boks günüdür. Bu münasibətlə bütün boksçuları təbrik edirəm. Söhbət burada boksçulardan gedir, yumruq atanlardan yox. Dostlar, deməli, boksla məşğul olmaq ayrıdır, yumruq atmaq ayrı. Deməli, boksçu olmaq biraz çətin işdir. Niyə çətin işdir? Çünki sənin düşdüyün pedaqoq vacibdir ki, boksu bilsin. Bu da hal-hazırda şans məsələsidir. Əgər sənin məşq keçən məşqçi düzgün bilirsə, sənə düzgün olanı öyrədəcək. Yox, məşqçi sənə yumruq atmaq öyrədirsə, sən sadəcə yumruq atmağı öyrənəsən və bir də qışqıracaqlar ki, vur, vur, sən də vurasan. Necə vurasan, necə vurasan, artıq o qalıb. O həmin moment, anlara qalıb. Ancaq ki, yenə deyirəm, bütün boksçuları təbrik edirəm. Yumruq atanların isə günü olacaq 5 mart. İdman və bədən tərbiyəsi günü Azərbaycanda qeyd olunur 5 mart sağlamlıq barəsində. Bu, onların bayramı 5 martdır. Ancaq boksçular və boksla məşğul olanların günü isə bu günlərimdir. 27 avqust tarixi. Boksla məşğul olanlar yox. Üzr istəyirəm, boksçuların günüdür. Kişilər, bayramınız mübarək. Kişi xarakteri olan qadın boksçular, sizin də bayramınız mübarək. Çalışın həmişə öz ağlınız, öz idealınızla hərəkət edəsiniz. Uğurlar.